Hər vaxtınız xeyir olsun əziz dostlar. Mən Yadigar Nağıyev. Simulyasiyamıza qaldığımız yerdən davam edirik. Bu simulyasiyamızda bizlər polis, kəşfiyyat, yəni gizli xidmət, ədliyyə, immiqrasiya, hərbi və onun altında olan hərbi əməliyyatlar barədə danışmış olacağıq. Ümid edirəm bundan sonra bu anlayışları çox dərindən öyrənmiş olacaqsınız və ümid edirəm ki, mən bunları çok rahat bir şekilde size izah etmiş olacağım. Birinci əziz dostlar, polisten başlayabilirik. Deməli əziz dostlar, birinci başlayırıq hardan? Statistik məlumatlardan. Statistik məlumatlara baxarkən birinci biz nə edəcəyik? Birinci statistik məlumatlarda cinayət dərəcəsinə baxacağıq. Cinayət dərəcəsinə baxanda görürük ki, ölkədə 100 min nəfərdən neçəsinin cinayət törətdiyini, yəni cinayət dərəcəsini bizə göstərmiş olur. Və görürük ki, 100 min nəfərdən, yəni sakindən 3.58-i cinayət törədir. Yəni bunun hesabını belə götürmək olur. Deməli, birincisi, əziz dostlar, başlayırıq cinayətin nə olduğundan. Birincisi, cinayət müəyyən vaxt ərzində 100 min nəfərə düşən qeydə alınmış cinayətlərin sayıdır. Daxili təhlükəsizliklə bağlı, ictimai narazılıqlar kimi belə hallar. Məsələn, oğurluq ola bilər, sonra nə bilim, belə deyək, insanları öldürmək ola bilər. Yəni cinayət deyəndə hər şey. Məsələn, avtomobil yolu ilə gedir, limiti keçir. Məsələn, qırmızıda dayanmır. Bunlar da cinayət sayılır əslində. Məsələn, rüşvət oğurlayır, rüşvət qaçırdır, belə deyək. Bunlar hamısı cinayət olaraq, belə deyək, hesablanmış olur. Məsələn, bunlar yəni diqqətə alınmalıdır. Və bunlar diqqətə alınandan sonra da, belə deyək, müəyyən addımlar atılaraq bunun qarşısından keçilə bilər. Gördüyümüz kimi, yəni statistik olaraq da vəziyyət budur. Afrika Birliyi ortalamasına görə çox yaxşı olduğumuzu deyə bilərəm. İşsizlik azaldıqca, imkanlar artdıqca, gənclər düzgün istiqamətləndikcə, belə deyək, cəza riskinin və yaxalanma ehtimalının çox olduğu bilinəndə ki, insanlar bundan daşına bilirlər. Polis və məhkəmə effektiv olanda, iqtisadi vəziyyət dediyim kimi işsizlik, gəlir bərabərsizliyi təmin ediləndə, sosial proqramlar atılanda, demoqrafiya və urbanizasiya diqqətə alınanda cinayətin yaşanma, törədilmə halı yox. Yəni, heç kim anadan doğularkən oğru, insan alverçisi, bank soyğunçusu olaraq doğulmur. İnsanı buna sövq eləyən məhz o içinə düşdüyü sistemdir. İnsan, təbii ki, zəif iradəli insanlar bu sistemdə ayaqda qala bilmək üçün, həyatda qala bilmək üçün, üzr istəyirəm, bu cinayətləri törədirlər. 1000 nəfər başına düşən polis sayını da görə bilirsiniz ki, hal-hazırda Afrika Birliyi ortalamasına görə həqiqətən pis deyil. Burada da polislərin sayını görürsünüz. Səhv açdım mən bir dəqiqə. 1000 nəfər başına düşən bəli say Afrika Birliyi ortalamasına görə çox yüksəkdir. Daha sonra burada narkotik istehlakçılarını görə bilirik ki, 1000 nəfər başına düşən 1 nəfərdir. Bildiyim qədərilə Afrika Birliyindən ortalamasından yüksəkdir bizimki. Dünya ortalamasına yaxındır. Yol qəzalarında ölümlə bitən yol qəzalarının sayı hal-hazırda bizdə azdır. Afrika Birliyi ortalamasına görə. Ölənlərin sayı isə 29.400-dür. Hansı ki, burada Afrika Birliyində bu rəqəm daha çoxdur deyə bilirik. Maaş da həmçinin baxanda Afrika Birliyi ortalamasına görə azdır, amma düzəldilə bilərmi? Əlbəttə düzəldilə bilər. Burada əziz dostlar, robot və süni intellektin tətbiqi ilə birlikdə işçi ehtiyacını da azalda bilərsiniz. Təbii ki, bu bir gün, 2 gündə olan bir şey deyil. Zamana yayaraq, amma xərcləri də hesaba qataraq addımlamaq lazımdır. Mən insan gücünü azaltmaq tərəfdarı deyiləm. Çünki 3-cü dünya dövləti qalxıb özünü 1-ci dünya dövləti kimi aparıb texnologiya keçməyi böyük problemləri yarada bilər. İnsanlar yəni işsiz qala bilərlər. Bu da ayrı bir problemdir deyə bilərik. Gəlirik əziz dostlar hara? Gəlirik bura.
Security Services of Head of State dediğimizde dövlət başçısının qorunması nəzərdə tutulur. Yəni burada belə deyək, biz daha çox e, dövlət başçısının belə deyək, artırılan bütçəsindən danışırıq ki, e, bu dövlət başçısının burada dövlət başçısının əziz dostlar, biz təhlükəsizliyindən bəhs edirik. Xüsusilə də dövlət başçısının qorunması nə üçün lazımdır? Deyək ki, siz bir cəmiyyətdə müəyyən təbəqələri siyasi sistemdən uzaqlaşdırırsınız və müəyyən dərəcədə radikal bir qərarlar alırsınız. Sizə qarşı sui-qəsdlərin olmamağı üçün, sizə qarşı belə deyək, təhlükəsizlik problemləri yaranmamağı üçün bu gördüyünüz kimi bütçə sizə çox dəstək göstərmiş olur. Və belə deyək ki, yəni bir daha deyə bilərik, bütçə artırıldıqca dövlət başçısına qarşı fiziki və texniki təhdidlərin qarşısı daha effektiv alınır, siyasi sabitlik yüksəlir, çevriliş və sui-qəsd riski azalır. Mənfi tərəfi isə cəmiyyətin bir hissəsində avtoritarlaşma qavrayışı yarana bilər, elitizmin artdığı düşünülə bilər. Yəni bir mənalı şəkildə biz burada öz mühafizəmizi artırarkən xalq belə düşünə bilər ki, bir çox dövlətdə də bu cəmiyyətdə bunu görə bilirik. Yəni belə deyə bilər ki, prezident deməli özünü bizdən qoruyur. Yəni bu elitləşdi sanki deyib, siz əlaqənizi xalqdan kəsmiş kimi görsənə bilərsiniz. Xalq onu yəni düşünməz ki, o özünü qorumaq üçün, sabitliyi qorumaq üçün bunu edir, amma xalqda elə bir fikir yarada bilərik. İkinci əziz dostlar, public safety'dir. Bu ictimai təhlükəsizlikdir. Patrul sayı və fövqəladə müdaxilə imkanları artırmaq, küçə cinayətlərini azaltmaq, vətəndaşların təhlükəsizlik hissini yüksəltməyi planlaşdırır. Həddindən artıq təbii ki, polis göründüyü zaman sosial gərginlik yarana bilər. Polis patrolu artır, oğurluq azalır. Bəzi bölgələrdə isə polisin müdaxiləsi artdığı üçün insanlar özlərini daha çox polis gördükləri üçün nə deyə bilər? Özümü azad hiss etmirəm. Amma unutmamaq lazımdır ki, təhlükəsizliyin artdığı yerdə insan haqlarında yenilənmə yaşana bilir. Təhlükəsizlik daha çox necə deyirlər, əsas amil kimi çıxış edir. Üçüncü əziz dostlar, highway patroldur. Burada da biz nədən danışırıq? Yol nəqliyyatı təhlükəsizliyindən danışırıq. Magistral yolun patrolundan yəni. Yollarda nəzarət güclənir, qəzalar və ölüm halları azalır, logistika və sığorta xərcləri uzun müddətdə düşür. Mənfi tərəfi nə ola bilər? Sürücülər üçün cərimə yükü arta bilər, nəqliyyat sektoru narazı qala bilər. Yol patrolu artmağı qəzaları azaltsa da sürücü narazılığını artıra bilər. Dördüncü əziz dostlar, burada gördüyünüz kimi Criminal Investigation Squad'dır. Burada isə nədən danışa bilərik? Burada cinayət axtarış xidmətidir. Ağır və mütəşəkkil cinayətlərin açılma faizini yüksəldir. Yəni hüquqi etibarı artırır. Yəni uzun müddət davam edən bir ağır cinayət yaşanıbsa, onu bu qrupla dedektivlər də deyə bilərik, tədqiqatçı da deyə bilərik ki, bunlar araşdıraraq o məsələni, hətta buna biz müstəntiqləri də əlavə edə bilərik ki, bu cəhətdən vacibdir. İstintaq sərtləşməsi insan hüquqları ilə bağlı risklər yarada bilər deyir. Amma dedektiv resursunun artmağı cinayətlərin həllini rahatlaşdıra bilər. Təbii ki, yenə də təhlükəsizlik artdığı üçün insanlar biraz çəkinə bilərlər. Daha sonra Cyber Security Task Force dediyimiz kiber təhlükəsizlik qüvvələridir ki, burada da dövlət xidmətləri və bank sektoru kiber hücumlara qarşı qorunar, maliyyə sabitliyi güclənər. Rəqəmsal nəzarət artdığı üçün məxfilik əldən gedir kimi bir hiss yarana bilər. Amma təbii ki, burada da balanslı bir artış məncə pis olmaz. Securities and Exchange Commission dediyimiz şey isə qiymətli kağızların nəzarətidir. Maliyyə bazarlarında şəffaflıq artar, fırıldaqçılıq azalar, xarici investorlar üçün ölkənin inamı arta bilər. Mənfi tərəfi nə ola bilər? Təbii ki, mənfi tərəfləri də var. Hər şeyin müsbəti kimi mənfi tərəfləri də var əziz dostlar. Mənfi tərəfi isə əziz dostlar nə ola bilər? Şey ola bilər. Deyək ki, tənzimləmə artdığı üçün bazar çevikliyini itirə bilər. Yəni birja daha yavaş-yavaş gedə bilər. Birjadakı o
spekulatif addımların qarşısı alına bilər ki, belə şeylər, yəni spekulyasiya Azərbaycan dilində desək, bunun qarşısı, yəni problemləri azalda bilər. Dediyimiz kimi, investor artımı ilə birlikdə. Narkotiklərlə mübarizə var ki, hansı ki narkotik, yəni dedim mübarizə deyə bilərik biz buna. Narkotik dövriyyəsini azaltmaq, asılılıq və kriminal göstəriciləri azalda bilər. Amma təbii ki, bu qədər sərt mübarizə bəzi yerlərdə o liberallar cəhətdən narazılıq hissini yarada bilər. Lokal district polis dediyimiz isə əziz dostlar, bir mənalı şəkildə gördüyünüz kimi məhəllə səviyyəsində təhlükəsizlik artar, polis-vətəndaş münasibəti güclənər, resurslar zəif idarə olunarsa səmərəsizlik yaranma ehtimalı var, amma məhəlli polislərin cinayətlərin azalmağında effektiv rol oynayacaqdır. Yəni bu məhəllə səviyyəsində, yəni bizim Çaskovo dediyimiz sistemlərdir ki, bunlar bu cəhətdən lazımdır. Burada lokal district polis dedik. Sonra biz nə deyəcəkdik? Internal Affairs Department, daxili nəzarət, polisdə korrupsiya azalar, institusional etibar yüksələr. Təbii ki, bu korrupsiyanı azalda bilər, amma daxili qarşıdurmalar, motivasiya etkisi yarana bilər ki, hər an polislərdə bir necə deyərlər, narazılıq hissi formalaşa bilər. Amma təbii ki, biz rüşvəti ortadan qaldırmaq istəyiriksə, başqa cür davrana bilmərik. Vice Squad bu daha çox əxlaq polisidir. Yəni qanunsuz qumar, fahişəlik və insan alverini azaltmaqla bağlı mübarizədir. Şəxsi azadlıqlar barədə deyə bilər ki, mən bu işi istəyirəm, sən mənə imkan yaratmırsan, gəlirimi əlimdən alırsan, deyə bilərmi? Deyə bilər. Political police siyasi polisdir. Dövlətə qarşı fəaliyyətlər nəzarət altına alınar, çevriliş riski azalar, demokratiya indeksi və söz azadlığı düşər. Təbii ki, seçkilərdə qalib gəlmək və s. kimi hallar, sonra müxalifətin xaricdən dəstəklənməsi kimi halların qarşısı belə alına bilər. Fight illegal immigrant dediyimiz qanunsuz miqrasiya ilə mübarizədir ki, sərhəd nəzarəti güclənər, əmək bazarı stabilləşər, insan hüquqları təbii ki, beynəlxalq imij zədələnə bilər, deportasiya artar, əmək təzyiqi azala bilər ki, xaricdən gələnlərlə mübarizəni effektivləşdirə bilsək. Sonra fight sexual violence dediyimiz şey isə seksual zorakılıqla mübarizədir ki, qurbanların qorunması və ədalət sistemi güclənər, sosial etibar artar. Hüquqi proseslər və xərclərin artırmağı daxil ola bilər, amma dediyimiz kimi bu vacib bir şeydir. Fight pedofili ilə mübarizədir ki, uşaq təhlükəsizliyi yüksələr. Burada cəmiyyətin dövlətə olan inamı üçün demək olar ki, əsas rollardan biridir, əziz dostlar. Legislation hissəsinə baxırıq. Bu fövqəladə hallarda elan olunan bir şeydir. Bu demək olar ki, vətəndaşlardan polis şübhələndiyi halda yəni pasport, vətəndaşlıq vəsiqəsi istəmə kimi hal yaşana bilər ki, bu həqiqətən effektiv bir təhlükəsizlik metodlarından biridir. Bu isə əziz dostlar, deməli mobes kameralarıdır ki, şəhər içi bu kameralar cinayətin qarşısının alınmağında, sübut toplamanın asanlaşmağında rol oynayır. Amma təbii ki, görəcəyiniz kimi bunu artırmağımız diqqətli olmalıdır. İnsan haqları cəhətdən insanlar deyə bilər ki, daim biz izlənirik hissinə qapıla bilərlər. Burada isə radardan danışacağım bir dəqiqə. Radar əziz dostlar gördüyünüz kimi radarları görürsünüz avtomobil üçün. Radarlar əziz dostlar sürət pozuntularını azaldır, yol qəzalarını da sürət pozuntularında yol qəzalarını azaldır. Amma təbii ki, sürücülərin xərclərini artıra bilər ki, sürücülər necə deyərlər, müəyyən dərəcədə cərimələrlə xərcləri arta bilər ki, bunu nifrət edərlər, yəni daha çoxalsa. Yavaş-yavaş artım olmalıdır. Təhlükəsizlik artar, speed limitdə burada. Bir dəqiqə. Burada dostlar gördüyünüz kimi şəhər içi neçədir? Gördüyünüz kimi burada neçədir? Motorway-də neçədir? Onu görə bilirik. Məsələn, əsas yol, bir də motorway dediyimiz. Motorway daha çox şeydir desəm,
necə deyim mən, daha sürətlə gedilən yoldur bildiyim qədərilə motorway ilə. Bu daha sürətli olmalıdır. Tam düşündüyüm kimi də elə. Yəni, okey, düzgün başa düşmüşəm. Burada da əziz dostlar, sürət limiti təhlükəsizliyi artırır, ölüm hallarını azalda bilir. Təbii ki, burada müəyyən etdiyiniz şeylərə çox düzgün planlaşdırmalısınız. Amma təbii ki, çox belə az olmağı da demək nə problem ortaya çıxarda bilər? Nəqliyyatın xərclərinin artmağına səbəb ola bilər. Burada minimum belə deyək, sürücülük vəsiqəsi üçün yaşdır 17. Burada minimum belə deyək də promildir, içki neçə ən az nə qədər ola bilər? Burada gördüyünüz kimi seks işçiliyi deyək, daha təbii, daha mədəni formada. Burada görürsünüz ki, hal-hazırda illegal, yəni qeyri-qanunidir. Amma burada məsələn bunu edə bilərsiniz ki, legal olsun, amma təşkilatlanma qeyri-qanuni olsun. Yəni insanlar özü fərdi etsinlər, amma bir qrup altında birləşməsinlər. Və yaxud da deyə bilərsiniz ki, həm legal olsun, həm də qrup altında qaydalı olsun. Yəni dövlət nəzarət eləsin, vergi alsın falan filan kimi. Təbii ki, bu yəni cəmiyyətdən cəmiyyətə dəyişən bir şeydir. Sizin cəmiyyət qəbul etməyə bilər. Burada məsələn öz-özünə yəni belə deyək, sürücü olan, yəni sürücüsüz avtomobillərə icazə var ki, bu tamamilə qadağandır hal-hazırda ölkədə, amma test üçün deyə bilərik ki, icazə veririk və yaxud da deyə bilərik ki, buyurun başlayın. Buyurun başlayın deyilsə əziz dostlar, bir mənalı şəkildə burada sürücülər işsiz qalacaq. Bu yəni qaçınılmaz bir sondur. Amma digər tərəfdən nə olacaq? Mən də sizə deyim. Avtomobillərin satışları arta bilər, bu bir. İkincisi, nəqliyyatda gəlir arta bilər. Bəzi şirkətlər deyə bilər ki, mən sürücüsüz avtomobil istəyirəm, məsəl üçün. Amma təbii ki, burada da bir ehtimal var ki, qəza yaşanma ehtimalı hələ də var. Burada məsələn interneti kəsməkdir. Bu artıq xaotik bir vəziyyətdə ola bilər. Burada da internet senzurası da hal-hazırda seçici olduğunu görə bilirik. Məncə polislə bağlı hər şeyi danışmış olduq. İndi burada əziz dostlar şeyə keçirik. Xüsusi xidmətə keçmiş oluruq. Görək xüsusi xidmətdə nələr var? Hə. Deməli əziz dostlar, burada biz nə edəcəyik indi? Biz burada danışacağıq bizim büdcəmizdən. Birincisi bu daxili, yəni territoriyada, ölkə daxilindəki agentlərin sayıdır. Bu beynəlxalq xüsusi agentlərin sayıdır. Bu da kiber analistlərin sayıdır. Burada başlayırıq büdcənin, yəni prioritetlərindən. Fight Against Terrorism dediyimiz başlıqdan. Burada nədən danışır? Birinci, yox, əslində üzr istəyirəm. Burada agent training gəlir birinci. Agent training. Agent trainingdə, yəni agent hazırlığında biz nədən danışırıq? Bir, büdcə artırıldıqda agentlərin peşəkarlığı, gizli fəaliyyət bacarığı və səhvsiz əməliyyat faizi yüksəlir. Məlumat sızması və ifşa riski azalır. Bu müsbət tərəfimizdir. Mənfi tərəfi nədir? Yüksək ixtisaslı kadrların saxlanma xərci artır. Qısa müddətdə büdcə yükü yaranır. Yəni, buradan görürük ki, zəif təlim agent tutulur. Yəni, zəif təlimdə agentlərimiz tutulur ki, bu belədir həqiqətən. Güclü təlimdə isə təbii ki, agent səssiz bir şəkildə məqsədinə nail olmuş olur. İkinci, fight against terrorizmdir. Yəni, terrorizmə qarşı mübarizə, kəşfiyyat məlumatları güclənir, terror aktlarının qarşısı əvvəlcədən alınır, daxili sabitlik yüksəlir. Yəni, burada da mənfi tərəfi nə ola bilər? Sərt tədbirlər və nəzarət genişlənməsi vətəndaş azadlıqları ilə bağlı tənqid yarada bilər. Belə bir şey görə bilirik. Yəni, nəticə olaraq erkən, yəni əvvəlcədən xəbərdarlıq, hücum baş vermir, hücumun qarşısı alınır. Nəzarət artdıqca isə ictimai narahatlıq yaranır ki, sanki dövlət müharibəyə girəcək, sanki mən agentəm kimi bir hiss yaranmış ola bilər. Counter-intelligence dediyimiz şey isə əks kəşfiyyatdır. Xarici cəsusluq fəaliyyəti aşkarlanır, dövlət sirləri qorunur, siyasi və hərbi təhlükəsizlik güclənir. Mənfi tərəf nə ola bilər? Daxili şübhə mühiti, şübhə yarana bilər, mühit formalaşa bilər, belə bir mühit. Bürokratik gərginlik yarana bilər. Amma təbii ki, sizə qarşı hazırlanan qəsdlər də beləliklə qarşısı alına bilər. Cryptography and cyber security dediyimiz şey, yəni kriptografiya və kiber təhlükəsizlik. Burada əziz dostlar, gördüyünüz kimi
Rabitə və dövlət məlumatları qorunur, kiber hücumlar uğursuz olur, maliyyə və hərbi sistemlər stabil qalır. Mənfi tərəfləri nədir? Yüksək texnologiya xərcləri və məxfiliyin mübahisələri məsələsidir ki, başqa çarəmiz olmayanda nə edə bilərik? Political espionage, burada isə siyasi casusluqdur. Xarici dövlətlərin planları əvvəlcədən bilinir, diplomatik danışıqlarda üstünlük əldə edilir təbii ki, amma uğursuz olarsa da qalmaqal yarana bilər, sanksiyaya məruz qala bilərik. Military intelligence, burada rəqibin hərbi imkanları, yerləşməsi və planları öncədən müəyyən edilir. Müdafiə və hücum planlaması dəqiqləşir. Təbii ki, silahlanma yarışı sürətlənə bilər, regional gərginlik arta bilər. Industrial espionajda isə sənaye casusluğudur ki, burada biz gedib başqa dövlətin, belə deyək, məlumatlarını uğurlaya bilərik, məlumatlarını öyrənə bilərik ki, bunlar artıq, belə deyək, daha çox sənayenin inkişafı üçündür. Ən sonda isə burada görürük ki, sosial medianın qlobal izlənməsidir. Worldwide surveillance of social media. Radikallaşma, etiraz planları və təhlükələr erkən aşkarlanır, daxili təhlükəsizlik yüksəlir. Mənfi tərəfi təbii ki, kütləvi izləmə, məxfilik, demokratiya qarşısında fikirlər yarana bilər. Gördüyünüz kimi bizim xüsusi xidmətimiz də belədir. Interiordan isə dostlar bir şəxsi təqib etdirə bilərik buradan seçərək. Onun haqqında şayələr yaya bilərik seçərək. Burada onun belə deyək, topladığımız məlumatları görsənəcək. Burada da hansısa bir partiyaya daxil olub məlumatlar uğurlaya bilərik. Çox risklidir. Və yaxud da belə deyək, hansısa siyasi partiyaya bunu dedim elə, skandal yarada bilərik, əlimizdə data varsa, həmçinin partiya, burada şəxs haqqında, burada partiya haqqında və yaxud da hansısa insanı gedib öldürtdürə bilərik, təbii ki, agentimiz uğurlu olsa. Burada da konspirasiyaları görə bilirik, bunlarla mübarizə aparacaq, hələ ki, yox. Bu xarici kəşfiyyatdır, gördüyünüz kimi, xaricdəkiləri planlamaqdır, agent göndərmək 001, burada əldə etdiyimiz məlumatlar toplanacaq. Sonra buradan məsələn, kəşfiyyat nə deyirlər buna? P2 sifariş edə bilərik. Skandal yaratmaq var hansısa dövlət başçısı haqqında, hələ ki belə bir şey yoxdur. Burada da həmçinin xaricdə konspirasiya yaradaraq cəmiyyəti parçalaya bilərik. Burada terror təşkilatı gördüyünüz kimi burada məlumatları var. Məsələn, burada belə sız olaraq tərcümə olunub türkçə. Bizim dildə də yəqin ki, yəni bir agentinizi bu təşkilatın içine göndərirsiniz. Uğurlu olarsa məlumatlar əldə olunur. Yox, uğursuz olarsa öldürürlər. Faildan da bu təşkilatda işlədiyi bilinən şəxslər var. Bunları buradan təqib edirsiniz. Subut olmadan isə həbs edə bilmərsiniz. Yenidən əfv olunmuş olacaqlar. Siber təhlükəsizlik, yəni kiber təhlükəsizlikdə isə siz vətəndaşlar üçün belə bütçə ayırıb onları planlaşdıra bilərsiniz, onlara maarifləndirə bilərsiniz. Burada siz öz qorumanızı müəyyən edə bilərsiniz. Məsəl üçün, hal-hazırda bizdə belə bir qoruma yoxdur, bütçəmiz yoxdur çünki. Amma gələcəkdə əgər olarsa, məsələn, gümüş, daha sonra tunç, gümüş, qızılla beləliklə tamamilə öz müdafiənizi gücləndirə bilərsiniz. Burada xarici seçkilərə müdaxilə edə bilərsiniz, tamam. Amma bilinsə ki, siz etmişsiniz, vay vay o haldan. Burada məsələn, kiber hücum təşkil edə bilərsiniz, amma əvvəlcədən ora göndərib hazırlıq gördürtməlisiniz. Bura hərbi bazalara hücumlardır, kiber hücumlardır. Bunlar da əhəmiyyətlidir. Amma bilsələr ki, siz etmişsiniz, sizi Birləşmiş Millətlərə şikayət edə bilərlər. Manage Network'dan xarici kəşfiyyatlar, bunu da göstərim, yadımdan çıxmamış. Məsələn, görürsünüz ki, Eritriyada 22 dənə agentiniz var. Klikləyirsiniz, üstünlüyünüz nə olacaq? Məsələn, hal-hazırda heç bir şey yox. Deyə bilərsiniz ki, hamısı olsun. Və yaxud da deyə bilərsiniz ki, mən oradakı həmkarlar birlikləri ilə, dərnəklərin sədrləri ilə görüşmək istəyirəm. Ya da terror təşkilatı ilə görüşüb onları maliyyələşdirmək istəyirəm. Ya da dərnəkləri və həmkarlar birliklərini bunlara qarşı ki, bunlar hökumətdən geçsin. Ya da tam əksi terror qrupları ilə mübarizə aparmaq istəyirəm o ölkədəkilərlə. Siyasi casusluq edə bilərsiniz. Bax, dediyim buydu. Siber hücum üçün, kiber hücum üçün hazırlıq mərhələsi və yaxud da sənaye hücum edəcəksinizsə, onların yerini müəyyən etmək ya da cəmiyyətdə belə deyim, manipulyasiya yarada bilərsiniz sosial mediada, çaxnaşma yaratmaq üçün. Yəni, xüsusi xidmətdə demək istədiyim şeylər bundan ibarət idi. Gəldik ədliyyəyə. Ədliyyə həqiqətən çox maraqlı, həmçinin də ədalətin
həqiqətən işlədiyini bizə göstərən bir məkandır. Burada biz əhalinin neçə faizinin, yəni həbsxanada olduğunu görə bilirik. 0,580-dir. Hesablasaq təxminən 1 milyondan çox həbsxanada olan insan çıxa bilər bəlkə. Tam əmin ola bilmirəm. Məsələn, o occupancy-də dediyimiz şey əziz dostlar, yəni 124-dürsə, yəni 100 nəfərlik yerin hal-hazırda 100 nəfərlik yerdə 124 nəfər qalır mənasını verə bilər. Yəni belə həbsxanada yerimiz azdır. Ya yeni bir constructiondan yeni həbsxana quracağıq ki, bu hal-hazırda illik bunun baxımı 26 milyard Ruanda frankı çox bahalıdır. Ya da əfv edərək içərini təmizləyə bilərik, deyə bilərəm. Burada əziz dostlar, birinci belə deyək, məhkəmə hakimiyyətinin gücü ilə bağlıdır. Hal-hazırda tamamilə dövlətdən asılıdır gördüyünüz kimi. Amma müəyyən qədər belə deyək, yəni hakimləri müəyyən ölçüdə qorumaqla azadlıq verə bilərsiniz. Və yaxud da deyə bilərsiniz ki, mən dövlət olaraq, yəni hakimləri, ali məhkəmənin hakimlərini təyin edirəm. Yəni prezident olaraq daha doğrusu, üzr istəyirəm. State deyəndə yəqin ki, prezident olaraq işlənir. Nəysə, ya da deyə bilərsiniz ki, məhkəmələr tamamilə dövlət, yəni icra orqanından, qanunverici orqandan azaddır, öz başına qərarlar verə bilərlər. Mən qarışmıram deyə bilərsiniz. Bura beynəlxalq cinayət məhkəməsidir qoşulmaq üçün. Amma bizi kim alar, yəni o qədər insan haqları falan filan var. Nəysə, burada ölüm hökmünü gördüyünüz kimi ləğv olunub. Amnistiya əfv deməkdir əziz dostlar, bilirsiniz onsuz da. Burada deyə bilərsiniz ki, mən müəyyən qədər belə deyək, nəqliyyat cəzalarını belə deyək, bağışlayıram dövlət olaraq ki, bunun məbləği də var gördüyünüz kimi. Ya da deyə bilərsiniz ki, 3 aydan az həbs olanları da bıraq getsin. Yəni həbsxanadan çıxardaraq yerdə boşalda bilərsiniz. Burada əziz dostlar, silahla bağlı qanundur gördüyünüz kimi. Burada hal-hazırda nə görürsünüz? Burada deyilir ki, yəni bütün yəni şey olmadan, necə deyim, fərq qoyulmadan yetkinlik yaşına çatanlar silah sata bilərlər, silah satıla bilər. Fərq olmadan. Ya da deyə bilərsiniz ki, müəyyən lisenziya sistemi ilə silah satışı olsun. Burada isə daha çox biz görürük ki, ovçuluq üçün silah satışına icazə var, yəni limitlidir. Sadəcə ovçular üçün verilir. Bunun üçün də ovçuların yəni gedib lisenziya almaq lazım. Ya da deyə bilərsiniz ki, cinayəti sıfıra yaxınlaşdırmaq üçün bəlkə də deyə bilərsiniz ki, burada biz silah daşımağı qadağan edirik. Təbii ki, o böyük bir cəsarət istəyən bir şeydir. Burada əziz dostlar, qadınların yolda gedərkən kişilərin mobbinqinə məruz qalmağı ilə bağlı qərar çıxarda bilərsiniz ki, artıq bundan sonra qadınlara hər belə, hətta burada wist deyir, məsələn, gedərkən onlara fit çalmaq, onlara söz atmaq və s. kimi hallar belə deyək olanda onlara necə deyərlər, cəza verə bilərsiniz ki, qadınların müdafiəsindən çıxaraq. Burada gördüyünüz kimi 49 illik bir cinayətə görə şeydir. Bunun bu qədər olmağının səbəbi isə dostlar, cinayətin azalmağıdır. İnsanlar qorxsun, etməsin deyədir. Amma insan haqları cəhətdən təbii ki, yaxşı bir şey deyil. Burada da görürsünüz ki, yəni içəridə həbsxanada və yaxud da bir polis məhbusla danışarkən onunla qarşı necə davranmalı? İşgəncə hal-hazırda ola bilməz. Çünki biz ratifikasiyada etmişik, imzalanmışıq protokolu və ratifikasiyada etmişik. Burada əziz dostlar, dövlət izləyərkən, yəni kameralardan və s.dən nə qədər məsələn deyək ki, həssaslıqla yanaşsın, bizdə hər hansısa bir həssaslıq yoxdur. Yəni orada deyirik ki, bəs necə deyərlər, hər yeri izlə, hər yerdən xəbərimiz olsun. Elə bir dövlət deyilik ki, az problemimiz var, biz də rahatlıq görək. Sosial kredit sistemidir. Yəni burada Çində tətbiq olunur bu. Yəni nə qədər yaxşı vətəndaşsınızsa, dövlətə nə qədər sadiqsizsə, o qədər çox imtiyazınız olmuş olur. Bu yaş cinsi münasibətə girmə yaşıdır, 18 yaşdır. Burada da neçə yaşından etibarən cinayət məsuliyyəti daşıyır vətəndaş 14 müəyyən olunub. Burada da valideynin uşaqlara qarşı zorakılığına qarşı mübarizədir ki, aldığınız qərar, yəni konservativlər cəhətdən tənqidə məruz qala bilər. Dövlətin tənqidi nə qədərdir? Yasaqlı, qadağan da hal-hazırda görürsünüz. Amma siz deyə bilərsiniz ki, sən tənqid et, amma şəxsi senzurala, ya da deyə bilərsiniz ki, tənqid et, qurumlara hörmət göstər, ya da deyə bilərsiniz ki, nə istəyirsən et, tənqidin açıq. Dini gördüyünüz kimi din
dini tənqid məsələsi var. Burada gördüyünüz kimi tamamilə azaddır. Ya da deyə bilərsiniz ki, inanclı insanlara hörmət elə. Ya da deyə bilərsiniz ki, tənqid et, amma şəxsi senzurala, yəni tam bilinməsin kimi tənqid etdin. Ya da deyə bilərsiniz ki, qadağandır. Yəni burada məncə inanclı insanlara hörmət et daha tolerant kimi görsənir. Nəysə sonra baxarıq. Burada cinayətlə bağlıdır ki, bu filmlər daha çox necə deyərlər, filmlərdə və video geyimlərdə necədir? Bizdə qadağandır hal-hazırda. Yəni baxa bilmirlər, amma deyə bilərik ki, uşaqlar üçün senzuralı olsun, böyüklər baxa bilsin falan, amma cinayətin olduğu bir yerdə təbii ki, diqqətli olmaq lazımdır. Pornoqrafiyada hal-hazırda nəzarətli və senzuralıdır, amma deyə bilərsiniz ki, uşaqlar baxmasın, böyüklər baxsın, ya da tamamilə azad edə bilərsiniz, ya da tamamilə qadağan. O sizin öz işinizdir. Cəmiyyətiniz necə reaksiya verəcəksə, onu da etmək məcburiyyətindəsiz. Ədliyyədən sonra immigration gəlir əziz dostlar. Bu miqrasiya şöbəsi ya da miqrasiya departamenti deyək. Daxili İşlər Nazirliyindən asılıdır. Burada müqavilələr var. Məsəl üçün Əfqanistanla tutaq ki, ya da emiqrasiya və immiqrasiya müqavilələridir. İmmiqrasiya əziz dostlar sizin ölkənizə gələnlərlə bağlıdır. Emiqrasiya isə ölkənizdən gedənlərlə bağlıdır. Tutaq ki, siz Əfqanistanla müqavilə bağlayıb deyə bilərsiniz ki, Əfqanistan mənim xidmət belə deyək, tikinti sektorun başda olmaqla mənim bir çox lazımlı sektorlarıma işçi göndər. Bunun üçün onlara pul da təklif edə bilərsiniz. Və yaxud da təklif edəcəksiniz, əgər münasibətiniz yaxşıdırsa, onlar onsuz da göndərəcək. Və yaxud da siz əksinə deyə bilərsiniz ki, mən sənə işçi göndərim deyə bilərsiniz. Niyə də olmasın? Qarşılığında da pul ala bilərsiniz. Mən bunu düşünürəm əslində. Burada da həmçinin məsələn bu sığınma tələb edənlərin gözləməsi ilə bağlıdır ki, Əfqanistanda gözləsinlər deyə bir şey var. Sonra məsələn sərhədlərin qorunmasında xüsusi qurumlar, reinforcement dediyimiz, yəni xüsusi təhlükəsizlik qruplarının Əfqanistan və Ruanda sərhədində olmağını istəyə bilərsiniz. Yəni bu qeyri-qanuni miqrasiya ilə mübarizəni aparmaq üçün. Və yaxud da deyə bilərsiniz ki, ölkəmdə olan qeyri-qanuni miqrantlar ölkəyə geri qaytarılsın. Bunun üçün sənə bu qədər pul verirəm. Ya da tam əksi də ola bilər. Dediyim kimi, bu bir müqavilə cəhətdəndir. Legislation'da ölkəyə daxil etməyi rədd edə bilərsiniz. Deyə bilərsiniz ki, biz belə deyək, yəni ölkəyə girişi yasaqlayıram ya da ölkədən çıxışı yasaqlayıram deyə bilərsiniz. Belə bir qayda. Burada immiqrasiyada isə dövlət olaraq deyə bilərsiniz ki, mən ölkəmə gələn miqrantları müəyyən kvotaya görə və çox seçici davranaraq alacağım. Bu normal yolla gələn insanların belə deyək də müəyyən kriteriya artıq girdiyi üçün daha ifrat sağ partiyaların etdiyi bir şey ola bilər. Onlar deyəcək, yaxşı, biz onda legal yolla gedə bilmiriksə, qeyri-legal yolla ölkəyə girək. Və yaxud da indi bizdə olduğu kimi kvota yoxdur, amma yenə də seçicilik var. Bu normaldır məncə. Yəni orta belə deyək, medium bir siyasət olaraq özünü çıxış edir. Ya da deyə bilərsiniz ki, yoxlama çox zəifdir. Bu da təbii ki, ölkəyə böyük axınların girişinə səbəb ola bilər. Əgər özünüzə iş tapa bilmirsinizsə, xarici gələn insanlar sizin işçilərinizin yerini çox qısa zamanda işğal edərlər, tutarlar yəni. Bu inteqrasiya, yəni xaricdən gələnlərin ölkə siyasətinə, mədəniyyətinə adaptasiyasıdır, uyğunlaşmasıdır. Siz deyə bilərsiniz ki, xaricdən gələnlər mütləq mənim qaydalarıma əməl etməlidirlər. Yəni deyə bilərsiniz ya da deyə bilərsiniz ki, həm öz dəyəri, həm mənim dəyərlərimi birləşdirsin, ya da deyə bilərsiniz ki, nə dəyərim varsa gətir. Təbii ki, orta olmaq hər zaman yaxşıdır. Burada miqrantlar üçün, məsələn, xaricə getməklərini istəyirsinizsə, onların cibinə müəyyən dərəcədə pul qoyub, onları geri qaytara bilərsiniz. Amma bu qeyri-legallardan getmir də, legal olanlardan gedir. Onların ölkəni tərk etməsi üçün kömək edə bilərsiniz. Sonra məsələn, qeyri-legallar var deyək ki, ölkənizdə. Siz bunları legallaşdırmaq istəyirsiniz. Yəni çünki həm buradan vergi gəlir əldə etmək istəyirsiniz, həm də ki, onların pis vəziyyətdə yaşamağını istəmirsiniz. Onda nə edə bilərsiniz? Təbii ki, bunları deport etmək yerinə legallaşdıraraq işləmə icazəsi verə bilərsiniz. İşləmə icazəsi versəniz də təbii ki, nə olacaq? İnsanlar işləyəcək, gəlir qazanacaq, sizə də vergi verəcəklər. Burada isə təbii ki, birbaşa deportdur, radikal bir qərardır, insan haqları tərəfindən tənqid oluna bilərsiniz. Determine policy on issuing visas.
dediğimiz şey var mesela. Dövlətlərlə viza sistemidir. Məsələn, hal-hazırda biz deyirik ki, Afqanistandan viza yox. Məsəl üçün, hamı tökülüşüb ölkənizə gələr. Yenə deyirik ki, viza uzun müddət üçün lazımdır. Yenə deyirik ki, viza yəni və kvota ilə, yəni müəyyən sayın üstünə çıxmamaq şərti ilə ölkəyə gələ bilərlər. Məsəl üçün, mən Demokratik Kongo üçün məsələn belə bir şey edəcəm. Kvota təyin etmədən. Çünki kvota təyin edəndə gördüyüm qədərilə ölkəyə axınlar sürətlə artır. İnsanları gəlmək istəyənlər gələ bilmirlər və sairə problemlər yaşanır. Fürsət bunu təsdiqləmiş oldum. Daha sonra xarici vətəndaşlar gəlib sizin ölkənizdə səs versinmi? Bunu dəyərləndirə bilərsiniz. Özünüz baxaraq. Çox sahəm olmayan şeylərdə fikir bildirə bilmirəm. Burada da müəyyən dərəcədə süni intellektdən dəstək almaq lazımdır. Bunlar daha çox ailə birləşməyi ilə bağlı qaydalardır. Yəni, məsəl üçün, tələb olmadan da, belə deyək, sadəcə yüksək şərait, yəni yaxşı gəlirlə, təmini ilə bunu təmin edə bilərsiniz ya da əlaqələr minimum əmək, biraz daha bu şəraiti çətinləşdirə bilərsiniz ya da deyə bilərsiniz ki, bacı və valideynlər üçün sadəcə genişləndirilə bilər. Yəni müəyyən şərtlərlə bunlara özünüz baxarsınız. Çox mənim sahəm olmadığı üçün fikir bildirə bilmirəm. Özüm belə miqrasiyada işləyən dostlarımdan məsləhət alıram ki, bunu necə təyin edim? Çünki təbii ki, biz hər şey haqqında məlumat sahibi ola bilmərik. Bizim bildiklərimiz müvəqqəti yerdir. Mütəxəssislik istəyən yerlərdə dostlardan dəstək alırıq. Burada just sol idi. Bu, yəni odur ki, bunu hamı bilir. Yəni sizin ölkənizə gələn insan var. Deyək ki, gəldi sizin ölkənizdə uşaq doğdu. O uşaq sizin vətəndaşınız olsunmu, olmasınmı? Məsələn, hal-hazırda yox, tanınmır. Amma deyə bilərik ki, məsələn, olsun, amma müəyyən şərtlərlə, yəni dil bilməlidir və burada yaşamalıdır. Yaşayarsa, dilimizi bilərsə, hə. Yox, bilməzsə, yox. Ya da deyə bilərsiniz ki, heç bir şərt olmasın, vətəndaşlıq verirəm. Bu da düzgün deyil. Onda hamı gələr sizin ölkənizdə doğar ki, sizin vətəndaşınız olsun. Sonra məsələn, burada xarici tələbələrin ölkənizə girişini, belə deyək, qadağan edə bilərsiniz. Beləliklə, onlar sizin ölkənizə artıq gəlməyəcəklər. Burada da Birləşmiş Millətlərin məsələn şeyi var, qaçqınlarla bağlı müqaviləniz var. Bu müqaviləyə görə də yəni lazım olarsa siz ölkənizə, yəni belə deyək, müəyyən dərəcədə götürülməlisiniz. Bunu ləğv edə bilərsiniz. Burada vətəndaşlıq almaqla bağlıdır. Vətəndaşlıq almaqla bağlı deyəndə, məsələn, hal-hazırda bu şərtlərin hamısı qarşılanandan sonra dövlət özü müəyyən qurum qərar verir. Amma siz yumşaq şərt seçərək deyə bilərsiniz ki, 4 ildən artıq ölkədə qalan, hərbi xidmətini görmüş, daha sonra yaxşı dil təhsili olan, vətəndaşlıq yəni şərtlərini qarşılayan və ciddi cinayət törətməmiş, yəni heç no conviction törətməmiş ya da bunun üstünə də medium condition qoyanda da deyə bilərsiniz ki, 7 ildən çox qalan, 18 yaşından, ən az 18 yaşında yaxşı ölkənin tarixini və konstitusiyasını bilənlər, yəni xüsusi çəkiciliyiniz olur da, hal-hazırda buna ehtiyacınız yoxdur deyə ən belə piqindən qoymuşuq. Burada da məsələn rigid condition'da hal-hazırda bunların hamısı təmin olunandan sonra qeyri-legallar legallaşdırılır. Yəni bu da təbii ki, diqqətlə analiz edilməlidir. Özüm belə bunları araşdırıram, açıq deyil. Bu detention mərkəzdir, 140 nəfərlik. İllegal olanlar bura yığılır və buradan deport olunurlar. Yəni bu fəaliyyəti göstərən bir düşərgə kimi düşünə bilərsiniz. Burada da büdcəni artıraraq qeyri-qanuni miqrasiyaya qarşı mübarizə apara bilərsiniz. Sərhədlərin qorunmasını və s. də buradan artıra bilərsiniz. Bura daxil olanda isə ölkəniz bir dəqiqə səhv göstərir. Bura daxil olanda isə ölkənizə gələnləri, immiqrantları və emigrantları görə bilərsiniz. Hansı şərtlə gəliblər, necə gəliblər, hansı formada burada yaşayırlar, onu görə bilirsiniz. Məsələn, hal-hazırda 56.2% qeyri-legal yolla ölkəyə gəlib. Ölkədən gedənlərin sayı da yenə qeyri-legal yolla gedənlərin sayı 45.3-dür. Və hal-hazırda ölkədən gedənin sayı 135 mindir, ölkəyə gələnlərin sayı 89 mindir. Burada da baxanda görürük ki, məsələn, miqrantların sayı 514 mindir, legal, qeyri-legalların sayı isə 288.893 nəfərdir. İllik gördüyünüz kimi 82.240 nəfər vətəndaşlığı alınır.
Yəni kim gəlib burada vətəndaşlıq almaq istəyir, onu mən bilmirəm. Qeyri-legal yolla gələnlərin sayı burada gördüyünüz kimi ölkələrə görə, faizə görə görə bilirsiniz. Tələbələrin sayı yenə Demokratik Konqodan gələnlər var. Qeyri-legal yolla gələn yenə Demokratik Konqodur. Burada da müvəqqətidir, bunlar yox. Yəni bunları buradan görmək olur, əziz dostlar. Hərbi məsələsi də çox sadədir. Burdan yəni maaş artımlarıdır. Sonra belə deyək, lazımlı ləvazimatların alınmağıdır. Sonra belə deyək ki, burada lazımlı silahlar da gördüyünüz kimi konvensional silahlar, raketlər və sairələr, sonra tanklar, konvensional silahlar, yəni raketlər, sonra stratejik silahlar falan. Yəni belə deyək də, pulunuz nə qədər çoxdur, o qədər yaxşı. Burada da məsələn şeylər aça bilərsiniz. Nə deyirlər buna? Yəni qərargahlar da belə deyək, qərarla aça bilərsiniz. Belə deyək, hava nəqliyyat nədir? Hava hücumu düşərgəsi aça bilərsiniz gördüyünüz kimi. Sonra burada məsələn düşərgədir, hansı ki insanlar üçün dəstək qarşılığındadır. Yəni bir təbii fəlakət yaşandı, şəhərdə bir şey yaşandı və s. oldu. Düşərgə quraraq onu da insanlara dəstək ola bilərsiniz. Bu isə əziz dostlar sizin təliminizin gücüdür. Yəni məsələn bunu 10-da 10 etsəniz 1 trilyon sizin pul xərcləməyiniz lazımdır. O da bizdə yoxdur. Military operation'da da konfliktləri görə bilərsiniz. Kim kimlə münaqişədədir, bunu tam görə bilərsiniz, seçərək də baxa bilərsiniz. Bir ölkəyə müharibə elan etmək, bir ölkəni qorumaq, həmçinin bir terror təşkilatına qarşı yəni mübarizə aparmaq, o dövləti dəstəkləyərək, kimyəvi silahı yenidən istehsal edə bilərsiniz, bir başqa dövlətə silah verə bilərsiniz. Yəni bir çox şeylər bu bölmədə özünü göstərir. Məncə bu bölüm də bu qədər bəs edər. Bu bölümdə də kifayət qədər məlumat toplamış olduq. Növbəti bölümdə qaldığımız yerdən davam edərik. Özünüzə yaxşı baxın. Sağ olun.